Ayxan, dəryaz döyülməlidir. Dəryaz döyülmədi deyə ona görə dəryaz küt olur. Şimdi bunu bitirəndən sonra gedib dəryazı döyəcək ki, qoy dəryaz küt olsun. Amma mən səndən biraz böyüdüm. Biz gedirdik atamla, dəryazla ot salır, ot biçirdik. Əziz dostlar, bugün deməli Mart ayının 15-idir. Mən əkdiyim reyqrastı artıq Mart ayının 5-indən içməyə başlamışam. Biz deməli bu bitkini əkdik oktyabrın 30-u. Düzü mən bu otu əkməkdə məqsədim o idi ki, qışı heyvanları otarım. Bu illəri payız pis keçdiyi üçün ona görə biz bu məqsədimizə çatmadıq. Amma çox yaxşıdır. Yəni biz indiyə qədər mən görməmişdim ki, hər hansı bir ot və yaxud da taxıl bitkisi Mart ayının 5-dən biçilməyə başlasın. İstəsəydik Mart ayının 1-dən biçilməyə başlayardıq. Çox yaxşı ot növüdür. Deməli, əslində biz bunu biraz tez əkməliydik. Sentyabr, oktyabr aylarında bizim bölgə bunu göstərir ki, sentyabr ayında biz artıq bunu əkməliydik. Mənim torpağıma lazer veriləcəkdi deyə, yaxşı suvarmaq üçün. Ona görə mən gecikdim. Haradasa bir ay gecikdim. O bir ayda mənə çox ağır başa gəldi. Çünki indi biz bu otdan daha gözəl istifadə edə biləcəkdik. Deməli, bir dənə də problemimiz var. Bu hissə qara torpaq hissədir. O biri gördüyünüz hissə isə qumsal hissədir. Yəni mən bunu deməkdə məqsəd odur ki, əkənlər daha ehtiyatlı davransınlar bu bitkini əkəndə. Çünki o qumsal hissədə daha çox torpağa batırdı toxum. Qara torpaq hissəsi bərk olduğu üçün torpağa çox batmadı toxum. Ona görə belə yaxşı nəticə əldə edə bildik. Qumsalda isə daha çox batdığına görə biraz